İndi Qazaxstanda da baş verən hadisələr orada Areşnik vurulubdur, yoxsa başqa bir şey baş verib. Yəni ki, rəsmi bu barədə bir şeylər deyiləcək. Bəlkə də deyilməyəcək. Susacaqlar. Amma bütün hallarda bizim də dediklərimiz o ehtimallardan biridir. Mümkündür ki, Rusiyanın hansısa cəhdləri var. Hətta Qazaxstanın özü də. Yəni mən qeyd elədim, Zelenski deyirdi və ümumiyyətlə baxsaq, Duginin açıqlamalarına baxsaq, Rusiyanın bəzi siyasətçilərin açıqlamalarına baxsaq, Rusiyanın hədəfində Ukraynadan sonra Qazaxstan ola bilər. Bu təhlükə var. Güney Qafqaz Rusiyanın hədəfində ola bilər. Təhlükə var. Moldaviyanın özü belə son vaxtlar çox ciddi bir əndişə içindədir. Baltikan ölkələrdə birisi çox ciddi bir hazırlıqlar var. Hətta son vaxtlar Alman ordusu belə Baltikan ölkələrə bir 5000-ə qədər Alman əskəri gətirildi. İndi bu SSR-ni bərpa eləmək falan ola bilsin, bu da bir narrativdir. Bunun üzərindən o Ukraynada zəifləyən Rusiya digər ölkələrin də onun üzərinə ayaq almaması üçün bəlkə bu tezisləri, bu mülahizələri buraxır ki, SSR bərpa olacaq falan. Yəni yenidən qorxudur. Xof yaradır ki, mən güclüyəm. Baxmayın, orada Ukraynada nə olur olsun, mən hələ sizin hamınızı məğlub eləməyə qadirəm. Yəni bu əslində bir növ o qarşıdakı gücləri şok etmək, etkisiz hala gətirmək, fəaliyyətsiz hala gətirmək, qorxutmağa hesablanan bir siyasi texnologiyalardır.